Məktəbdə oxuyanda həmişə evimizdən utanırdım. Çünki evimiz balaca və təmirsiz idi və mən heç bir rəfiqəmi, dostumu evimizə gətirə bilmirdim. Və həmişə istəmişdim ki, özümün, yəni ailəmin gözəl bir evi olsun. Şükür ki, evlənəndən sonra o nəsib oldu. Bu evi almaq üçün də çox çətinliklər çəkmişik. Bunu ipoteka ilə götürmüşük evi 10 illik və şükür ki, artıq bitirmişik. Tək maaşla ipotekanı ödəyib həm də ailəyə baxmaq çox çətin olur. Bu zaman yoldaşıma şükür ki, mən də dəstək ola bilmişəm. Çünki evdən çalışaraq gəlir əldə eləyirdim və onlayn işim sayəsində həm özüm, həm də komandamda yüzlərlə xanım qazandırmışam. Və burada qazandığım artan gəlir sayəsində həm yoldaşıma dəstək olmuşam, həm də özüm qızıma, özümə istədiyim nə varsa hamısını almışam. Və təbii ki, məqsədimə doğru davam edirəm və mənim kimi qazanmaq istəyən, belə pullar qazanmaq istəyən bütün xanımları komandama gözləyirəm. Evlə bağlı paylaşım edəndə hər zaman suallar gəlir. İndi onları qısa şəkildə cavablandırmağa çalışacağam. Evimiz Lükbatanda yerləşir, mərkəzdə 3 otaqdır, 1 mətbəx, hamam, tualet ayrı-ayrı və bir otağı hazırda sklad kimi istifadə edir. Bugünkü vloqumuz bu qədər. Hələlik özünüzə yaxşı baxın.